Salam, hər vaxtınız xeyir. Deməli, bugün biz DİM 20 sınavın 5-ci sınavına baxacaq. Başlayaq birinci sualdan. Görək burada nə deyilir? Deyir, mətn redaktorunda yalnız proqrammer ifadəsi yazılmışdır. Daha sonra bu söz seçilərək ardıcıl olaraq 4 dəfə Ctrl+C, 1 dəfə Ctrl+X və 3 dəfə Ctrl+V düymələr kombinasiyası icra edilmişdir. Bu əməliyyatdan sonra mətn sahəsində neçə ədəd proqrammer ifadəsi yəni görünər. Gəlin bunu Word-ün özündə icra eləməyə çalışaq. Görək nə baş verir. Yazaq buradan proqrammer sözünü. Bu sözü seçirik. Fərqi yoxdur. Yəni alətlər qutusundan kopini və yaxud da Ctrl+C-ni vururuq. Baxın, Ctrl+C-ni vurduqda istər bir dəfə vuraq, istər 3 dəfə vuraq, fərqi yoxdur. Clipboard-da, yəni mübadilə buferinə bu bir dəfə düşür. Yəni burada bir dəfə görsənir. Yəni biz bunu 3 dəfə də vursaq, burada bu bir dəfə görsənir. Bundan sonra deyir ki, bir dəfədə Ctrl+X vurulur. Yaxşı, Ctrl+X elədik, yəni qət elədik də bunu buradan kəsdik. Ondan sonra da deyir, 3 dəfə ardıcıl olaraq Ctrl+V və yaxud da past vurulur. Baxın, 3 dəfə vurdum. Nə alındı burada? Deməli, proqrammer sözü 3 dəfə görsənmiş oldu. Ekranda 3 dəfə görsənmiş oldu. Cavab olacaq, ona görə Y variantı. Gələk növbəti suala baxaq. Görək, burada nə deyilir? Deməli, burada bu Access proqramla bağlı bir sualdır. Verilənlər bazasının işçilər adlı cədvəl fraqmenti verilmişdir. Bu cədvəl aşağıdakı kimi sorğu tətbiq edilərsə, sorğu nəticəsində alınan yeni cədvəldə ilk 3 yerdəki işçinin ID nömrələrinin ardıcıllığını müəyyən edin. Baxaq görək burada bizdə nə deyilir. Baxın, burada demişdik ki, kriteriya bölməsində əgər əməliyyat tətbiq olunursa, bu deməkdir ki, burada AND ilə işləyəcəyik, yəni AND əməliyyatı görsənəcək. Və sonra burada görürük ki, işçilər də görünməlidir. Burada quş işarəsi var, ID-si də görünməlidir, yaşı da görünməlidir, maaşı da görünməlidir. Və burada bizə nə deyirdi? İlk 3 yerdəkini istəyir. Baxaq, yaşı 23-dən kiçik veribdir. Not nə deməkdir? Yəni 23-dən böyük və bərabərləri axtarırıq. Gəlin görək 23-dən böyük bərabərlər hansılardır? Deməli 23-dən böyük bərabər, bax burada Firuzədir. Sonra bu 25 olan Zeynaldır. 27-dir. Hətta 25-in özüdür. Sonra 30-dur. Bir də 33-dür. Sonra görək nə deyirdi burada. Maaşı da 520-dən böyük olsun. Gəlin indi maaşı 520-dən böyük olanları axtaraq. Maaşı 520-dən böyük olan budur. Deməli, sonra gəldik. Bax, budur. Sonra budur. Deməli, hansı nömrələr oldu bu? Gələk görək. Bax, ortaqları götürürük. Çünki dedik, kriteriya bölməsindədir. Əndləri götürürük. 1, 5, bir də 7. 1, 5, 7. Gəlin görək, burada bizə nə deyir? Burada deyir ki, ilk 3 yerdəki. İlk 3 yerdə hansılar dayanmış olacaqdır? Burada ardıcıllıqla götürməliyik. İlk 3 yerdə birinci olacaqdır Babək. Sonra olacaq 7 Eltac. Sonra olacaq nə? Burada 1 Cavid. Yəni ona görə də burada 5, 7, 1 onsuz da biz 5, 7, 1-i tapmışdıq cavab olaraq. Bəzən bunlar bu kimi cədvəllərin içərisində burada asendik, desendik verilirdi. Asendik veriləndə artma, desendik veriləndə azalma sırasından götürürdük. B3 xanasında yazılmışdır bu düsturu A7 xanasına köçürdükdə hansı düstur alınır? Baxaq görək B3. B3 A7 arasındakı fərqə baxaq əvvəlcə. B3 A7. B3 A7.
Deməli, baxırıq. B idi, olur A. Deməli, bir addım neyinir? Bir addım əvvələ gəlmiş olur. Bir addım əvvələ gəlmiş olur. 3-dən 7-yə də gəlibdirsə də, xana olaraq da 4 addımda yəni aşağı düşmüş olur. İndi baxaq görək nə görürük burada. C idi, bir addım əvvələ gəlirsə də bu olacaqdı nə? B. Kapital demişik ki, ünvanı bərkidir, yəni burada dəyişməyəcək. Kapital işarəsi qalır yerində. İndi 12-dir. Dedik ki, 4 addım sağa getməlidir də, yəni aşağı düşməlidir sətirdirsə. 12-nin üstünə 4-ü gəlirik, eləyir 16. B 16 oldu. Kapital D qalır yerində. 13-ün üstünə də 4-ü gəlirik, eləyir 17. Üstə gələk, 2 vuraq. Burada baxaq görək, nə alınır. Bizdə sam qalır yerində. Vurağı da yazaq buradan. Sam qalır yerində. Kapital C yerində qalır. 5-in üstünə 3-ü gəlirik, 4-ü gəlirik, eləyir 9. İndi D idisə bir addım geri qaydırsa da olacaqdı nə? C. C, kapital 3 də yerində qalır. Baxaq görək hansı variant oldu. D 17 vuraq 2, B 16, B 16. İkincisi D 17 olmalıdır. B 16. Burada B16 olmur. Burada 12'ni bərkidir. Bax, 12 ona görə də yerində qalmış olur. Burada bu 12 olur. B12 qalanı düzdür. B12, D17. Vuraq. Üstə gələk ki, vuraqsam. C9, C3. Ona görə də burada olur A variantı. Sonra baxaq 4-cü suala. Verilənlər bazasının cədvəli üzərində hansı əməliyyat yerinə yetirdikdə həmin cədvəlin strukturu dəyişməz. Bax, görək nədir? Cədvəldən hər hansı bir yazını sildikdə. Deməli, demişik ki, Access proqramında strukturu dəyişmək üçün sahələri dəyişmək lazımdır. Yəni, sahələri təyin elədikdə onun maketi düzəlir, strukturu düzəlir. Sətir üzərində, yəni yazı üzərində nə qədər dəyişiklik eləyək, o maketinə, yəni sahə adlarına heç bir təsiri yoxdur. Ona görə burada olacaq A variantı. Burada B-də nə deyir? Deyir, yeni tipli sahə əlavə etdikdə, yəni yeni bir sahə əlavə etdikdə, dedik ki, struktur dəyişir. Sonra hər hansı bir sahəni sildikdə, yəni sahə üzərində nəsə iş görəndə onun strukturuna təsir eləyir. Amma yazı üzərində nəsə iş gördükdə onun strukturuna heç bir təsiri yoxdur. Sonra mətn faylında ancaq imtahan sözü mövcuddur deyir. Bu mətn üçün aşağıdakı proses icra edilir. Bütün mətn seçilərək, yəni bunu kəsək, kənara aparaq. Deməli, bir dənə imtahan sözü var. İmtahan sözünü yazdıq buradan. İmtahan sözünü yazdıq. Deyir ki, aşağıdakı ardıcıllıq yerinə yetirilir. Yenə Ctrl-C vurulur. Ctrl-C bilirik ki, kopyalayır. Və deyir, mətnin sonuncu hərfindən dərhal sonra tre işarəsi qoyulur. Və 2 dəfə Ctrl-V vurulur. Yəni, Ctrl-V vurulur. Burada işarə qoyulandan sonra Ctrl-V vurulur. Olacaq burada imtahan bitişik. Çünki demir bizə ki, boşluq qoyulsun və yaxud da neynəsin. Sonra deyir, alınmış mətn üçün bu proses yenidən bir dəfə də təkrarlanır. Alınmış bu proses üçün, deməli, yenidən bir dəfə də təkrarlanır. Yəni, nə deməkdir? Bax, bu söz seçilir, bu söz hamısı seçilir və ondan sonra 2 dəfə Ctrl-V vurulmuş olur.
Yəni ona görə də burada imtahan bu tre qalır yerində. Trenin söz kimi oxumuruq. Deyir, neçə söz əks olunur. Söz istəyir bizdən. İmtahan və belə bir şey alınır. Bir də yəni imtahan. İmtahan. Yəni 9 dəfə bu söz yazılmış olur. Ona görə də burada da olur C variantı. Gəlirik 6-cı suala baxırıq. Görək burada nə deyilir? Elektron cədvəldə doğru yazılmış düsturları müəyyən edin deyir. Baxaq görək burada birincidə problem varmı? Qarışıq ünvanda sütunun və sətrin qarşısında dollar işarəsi qoyulubdur və burada da heç bir problem yoxdur. Düzləri istəyir bizdən, doğruları istəyir. Doğruların qarşısına plus qoyaq. Bura baxaq. Burada görürsünüz, bax, sütunun da qarşısında var, sətrində. Sətirdən sonra bir dənə də kapital işarəsi qoyub. Ona görə bunu götürə bilmərik. Sonra burada birinci 2 yazıb, sonra A-nı yazıbdır. Yəni ona görə bunu da götürə bilmərik. Burada nədir problem? Burada 4-də heç bir problem yoxdur. Bu da düzdür. Bu birində də yenə də 5-də də heç bir problem yoxdur. B1, D2 diapazonu bizə verilmişdir. Ona görə də cavabımız olacaq 1, 4, 5. 1, 4, 5. Sonra gəldik 7-də nə deyilir? Mətn redaktorunda informatika 145 yazısına deyir, hansı nömrəli komandalar tətbiq olunubdur. Baxaq görək informatika sözünə nə ediblər. Görürük ki, sözün altından xətt çəkilir. Ona görə deməli 3 var. 3'ü götürürük mütləq. 3 olacaqdır. Sonra 145. 145 rəqəmin üstündən xətt çəkilir. Ona görə deməli burada 4 də var. 3 var, 4 var. Bir də in sözü burada diqqət eləsək görərik ki, in baş hissəsindəki bu hərf birləşməsi qalın yazılır. Ona görə burada biri də qeyd edə bilərik. Yəni 1, 3, 4 olur cavabımız. Burada verilənlər bazası cədvəldir yenə. Baxaq görək burada nə deyilir. Kimya böyükdür 20-dən. Gəlin kimya 20-dən böyük olanları seçək. 20-dən böyük olanları hansılardır? Budur. Bir də budur. Sonra deyir ki, or not informatika kiçikdir 20 və burada mötərizə bağlanır. 2 mötərizə var. Deməli, bax bu or not. Bunu da hesablayıb bu ikisini birinci hesablamalıyıq. Kiçikdir 20-nin notu bizə nə verir? Yəni 20-dən böyük və bərabərləri. Baxaq informatikanın içində 20-dən böyük və bərabərlər görək hansılardır. 20-dən böyük və bərabərlər bunlardır. Bizim ortaq orlar deyəndə hamısını götürürük. Yəni burada nəticəmiz nə olur? 1 olur, 2 olur. Yəni 4, 5, bir də 6 olur. 1, 2, 4, 5, 6 olur. Bu yuxarıdakı bu hissəyə bu rəqəmləri aldıq. İndi baxırıq, bunu ənd eləməliyik. Ənd fizika böyükdür bərabərdir 20-dən. Fizika 20-dən böyük bərabər. Deməli budur. Birinci, ikinci, bir də 5-ci. Deməli bunları da ənd eləsək 1, 2, 5. Ortağımız hansı olur? Baxaq görək. Ortağımız 1, 2, 5, 1, 2, 5. Bəs burada 2. Burada fizika böyük bərabərdir 21 deyir. Burada 20'yi də götürdük. Bunu götürməli deyilik. İkinci yoxdur. Yəni 1, 5. Burada da ortaq olaraq elə 1, 5'i 1, 5 çıxır. Ortağımız əndimiz. Ona görə də cavabımız olur Y variantı. Y variantı. Sonra
Baxırıq görək 9-da nə deyir? Deyir ki, elektron cədvəl fraqmentinə uyğun olaraq diaqram qurulmuşdur. Diaqram hansı diapazon əsasında qurulmuşdur? Belə bir diaqram verilib, bizə də müəyyən diapazon verilib, deyir hansının əsasında qurulmuşdur. Baxırıq ki, birinci burada 7 rəqəmində dayanır. Burada bu 7 rəqəmində dayanır. Bu 3 rəqəmində dayanır. Bu 7, bu 3, bu da 5-də dayanır. 7, 3, 5-i axtarmalıyıq ardıcıl olaraq. 7, 3, 5 baxaq görək. Bax, bunlar sütun boyunca götürə bilmərik. Çünki 4 dənə ədəd var burada. Baxmalıyıq sətirlərə ancaq. Sətirlərə də baxası olsaq 7, 3, 5 burada hansı diapazon olmuş olur? Deməli, A2, C2 diapazonu olmuş olur. Baxaq görək variantlarda hardadır? A2, C2 diapazonu olur B variantı. Baxaq növbəti misala. Tapşırığa görək burada nə deyir? Mətn sahəsində yazılmış ifadə haqqında doğru olanları müəyyən edin. Baxaq görək burada nə deyilir? İnformatika və informasiya sözü verilib. Deyir ki, sola doğru düzləndirilib. Mətn içərisinə baxaq görək düzülüş qaydalarında burada nə görürük biz? Görürük ki, bax, mətn burada mərkəz seçilib, mərkəz. Amma bizə burada deyir ki, bir də sola doğru düzləndirilib. Bu, yəni düz deyil, mərkəzə doğru düzləndirilib. Buna görə birini götürmürük. Sonra 2-də nə deyilir? Qalın yazılış formasından istifadə edilib. Gördüyümüz kimi burada, baxın, burada qalın da seçilib, hətta maili də seçilib. Ona görə ikinci düz olmuş olur. Yazı şriftinin ölçüsü 12 santimetrdir. Yazı şriftinin ölçüsü 12 santimetrdir. Şriftin ölçüsü biz bilirik ki, punktla ölçülür, santimetrlə yox. Ona görə 3-ü də götürə bilmərik. Sonra deyir ki, nişanlanmış siyahı ilə seçilib. Biz burada heç bir nişanlanmış siyahı görmürük. Nişanlanmış siyahı biz bilirik ki, budur. Bax, bu ortada duranda qabağında ulduz, qoş, qalıçqa işarəsi qoyulur və s. Yəni, bunun qarşısında heç bir işarə yoxdur. Sonra deyir ki, 5-də nədir? Kursiv yazılış formasından istifadə olunub. Bəli, bayaq yuxarıda da gördüyümüz kimi kursiv maili, yəni işarədən istifadə olunubdur. Yəni, ona görə 5-i də götürürük. 6-cıda nə deyilir? Mərkəzə doğru düzləndirilib. Bu mərkəzi də burada gördük. Bəli, mərkəzə doğru düzləndirməmiz də var burada. Ona görə də cavabımız olur 1, 5, 6. 1, 5, 1, 5, 6. Yoxsa 2, 5, 6, 2, 5, 6. Aha, 2, 5, 6 olmuş oldu burada. Sonra keçdik 11-ci suala. Burada nə deyir? Mətn redaktorunda yazılmış information texnology fraqmentində kursorun dayandığı mövqedə ardıcıllıqla əmrlər tətbiq olunur. Görək nə baş verir burada. Yazaq bu sözü buradan görək yerləşərmi? İnformasyon İndi deyir birinci, backspace klavişi 4 dəfə sıxılır. Gördüyümüz kimi bizim kursorumuz burada dayanıb. Biz bildiyimiz kimi backspace özündən soldakı simvolu silir. Delete isə özündən sağdakı simvolları silir. Burada deyir ki 4 dəfə sıxılır. 4 dəfə sıxılırsa demək E hərfi getdi, T getdi. Burada boşluğumuz var idi. O da getdi. N da getdi. Sonra bundan sonra deyir delete klavişi 5 dəfə sıxılır. Delete deyirsə bizə onda özündən sağdakıları da silirik. 1, 2, 3, 4, 5. Deməli 5 dənə də bu silindi. Sonra deyir ki backspace təzdən yenidən 6 dəfə bir də silinir. Yəni mənim kursorum burada dayanmışdı da. Buradan əvvəlkiləri siləsi olsaq yenə 1, 2, 3, 4, 5, 6. 6 dəfə də bu silindi. Bundan sonra deyir, nə qaldı yerində? Baxaq görək nə qaldı, yazaq görək. Qaldı burada info. Bu tərəfdə də info. Logi. 1,
Burada neyse deyəm. Hə, bunu ötürdük o klavişini. Bircə saniyə. Başdan bunu bir də gedək. Burada ikinci düyməni ötürmüşəm. Sağ ol klavişini. Burada görək sağ ol klavişini 3 dəfə vurmalıymışıq mütləq. Deməli, birinci dedik ki, burada dayanıb, 4 dəfə sıxılıb, 1, 2, boşluq getdi, n getdi. Sonra, deməli, bizim kursorumuz burada qalmış olur. İndi sağa 3 dəfə gəlir. Sağa 3 dəfə gəlirsə də 1, 2, 3 gəlir, burada dayanır. İndi burada da 5 dəfə sıxılır. 1, 2, 3, 4, 5. 5 dəfə də burada sıxıldı. 5 dəfə də burada sıxıldısa da, ondan sonra da deyir ki, 6 dəfə də backspace sıxılır. 1, 2, 3, 4, 5, 6. 6 dəfə də bu sıxılırsa yerində qalır burada. Informa. Bu söz qalmış olur. Bu dedik. Yəni Y variantı. Sonra gəldik. İkinci suala baxaq. Deyir ki, verilənlər bazası haqqında düzgün fikirləri deyin. Baxaq görək nə deyir burada. Deyir ki, bir neçə sütuna eyni ad vermək mümkündür. Bir neçə sütuna eyni ad vermək mümkün idimi? Biz deyirdik ki, sahə adı unikal olmalıdır. Yəni, ad sütununu 2 dəfə ad yaza bilərikmi? Və yaxud da soy adı 2 dəfə yaza bilərikmi? Yaza bilmərik. Hərəsindən yəni bir dəfə yazılmalıdır. Ona görə birinci ola bilməz. Sətir, yəni yazı və sütunlar ixtiyari ardıcıllıqla düzülə bilər. Bəli, sətirləri istənilən qaydada düzə bilərik. Məsəl üçün, Ayselin deyək ki, məlumatları gələ bilər, sonra tutaq ki, Səbinənin məlumatları gələ bilər və yaxud da yerini dəyişə bilərik. Səbinənin ki, birinci gəl, Ayselin ki, ikinci gələ bilər. Belə halda bir problem yoxdur. Ona görə ikinci ödəmiş olur. 3-ə baxaq burada. Cədvəldə sətirlər təkrarlana bilər, sütunlar isə yox. Yəni, sətirlər təkrarlana bilər, sütunlar isə yox. Bu da düz deyil. Yəni, sətirlərdə təkrarlana bilməz, sütunlar da təkrarlana bilməz. Sətirlərdə də ən azı bir kod olmalıdır da, ID nömrəsi olmalıdır ki, digər sətirləri ondan fərqləndirsin. Yəni, ID nömrəsinə görə təkrarlana bilmir. İçindəki məlumatlar təkrar ola bilər, təkrar adlar ola bilər, soyadlar ola bilər, amma ID nömrələri fərqlənir orada da. Sonra başlıca açar xüsusi sahədir və həmin sahədə məzmun təkrarlanmır. Bəli, 4 düzdür. Demişik ki, haradakı ID açar qoyulur, o sahədə məzmun təkrarlanmır. Açar da dediyimiz kimi adətən pin kod, kod bölümünə, nə bilim, təkrarlanmayan hissəsinə qoyulur ki, sahənin ki, orada təkrarlanmasın. 5-də nə deyir? Verilənlərin şəbəkə modeli dedikdə iki ölçülü masiv kimi də nəzərdə tutula bilər. Yəni, bu da düz deyil. Cavabımız olur 2, 4, A variantı olmuş olur. Baxaq bura. B4 xanasında C3 üstəgələk A1 düsturu yazılmışdı. Bunu deyir B4, Y5 diapazonda bütün xanalara köçürüldü. A4, D5 diapazonda ən böyük ədədi xananı tapın. Deməli, düsturu bütün xanalara tətbiq eləmək lazımdır. B4-də. Deməli, B4-də bu verilibdir bizə. B4-də burada nə verilibdir bizə? Kapital C3 də gələk A, kapital 1. B4, Y5. B4, Y5. Baxın, bura qədər bu düstur hər tərəfə sürüşdürülüb köçürülməlidir. Amma nəticədə bizdən A4, D5 istəyir. Bax, A4, D5 istəyir. Buradan bura qədər istəyir. Ona görə bu tərəf lazımdır. Elə bu tərəflərə köçürək. Görək nə alırıq. Bunu aşağı sürüşdürəsi olsaq, bilirik ki, onsuz da sütun dəyişmir. Sütunda qarşısında kapital var. C3. A da yəni dəyişmir, olacaqdır. Nə? C3 yox, burada C4 olur. C4, bu da olur A, yenə 1. Bir dəyişə bilmir. Sonra gəldik, burada bunu bu tərəfə sürüşdürəsi olsaq, yenə kapital C3. Kapital C3 dəyişirmi? Dəyişmir.
kapital C3 dəyişmir. Amma A idi, bu tərəfə keçdik, B oldu. B kapital 1 olur. Burada aşağı sürüşdürəsi olsaq, kapital deməli C4 olur. Üstə gələk. B kapital 1 olur. Bu da dəyişə bilmir. Sonra buradan gəldik. Kapital C deməli kapital C3 qalır yerində. Üstə gələk. B-miz olacaq D kapital 1. Burada da yenə də kapital C4. Üstə gələk D kapital 1. Bu tərəfi tapdıq. Görək bu tərəfdə nə deyir bizdə. Bu tərəfə keçirik. A-nı da istəyir, A4-ü də istəyir. Bu tərəfə keçirsək, C dəyişməyəcəkdir. Yenə də kapital C3 üstə gələk. A kapital 1. A-nı bu tərəfə keçirsək, burada 0 alınır da. Yəni, A kapital 1 deməli, sola sürüşdürəsi olsaq, A-dan bu tərəfə hərf yoxdur axı. Ona görə bu tərəfə yazmağa ehtiyac yoxdur. Buralar bizə 0 verir. Yəni, bunlar bizə 0 verir. Gəlin, bunları hesablayaq, görək burada nə alınır. C3-ün üstünə A1-i gəlsək, C3-ün üstünə A1-i gəlsək, C3-ümüz hansıdır? 16. A1-i gəlsək, 15 eləyir, 31. Yəni, bu elədi 31. C3-ün üstünə B1-i gəldik. Demək, hamısını C3-ün üstünə gəlirik. C3-ümüz 16-dır. Demək, A1-i gəlirik, B1-i gəlirik, C1-i gəlirik. Deməli, A1-i gəldik, B1-i gəldik. Burada nə verir bizə? B1-i gələndə, 16 üstə 22 gələndə 38. 38 verdi. Ondan sonra C3-ün üstünə, yenə 16-ın üstünə D1 gələndə 30, 41. 41 də bu verdi bizə. Görək aşağıdakılar nə verir? C4 üstə gələk A1. C4-ümüz hansı oldu? C4. C4 burada 38 oldu. 38-in üstündə burada 15 gəlməliyik. Eləyəcək 31. Dəqiqə. 38-in üstü 15 gəlirik. 40, 53. 53 eləyir də. 53. Sonra burada deməli, hamısında indi aşağıda C4-ün üstünə gəlməliyik. Hamısını 38-dən cəmləməliyik. 38-in üstünə B1-i gəldik. Neynədir? 60. Deməli, 38-in də üstünə 38-in də üstünə nə gəlirik? 41 gəlirik. D1. D1 hansıydı? 38-in üstünə D1 gəlirik. 25-i. Burada C4 üstə gələk D1. C4. C4-ümüz 38-dir. 38-in üstünə D1-imiz də 25-dir. 38-in üstünə də 25 gələndə neçə eləyir? 63. Burada 63 eləyir. Burada da bunların içində ən böyük ədəd elə 63 olmuş olur. Deməli, burada sürüşdürmədə D yazmışdım mən. Əslində burada C olmalıdır. B-dən sonra C gəlir. Ona görə burada 63 çıxırdı. 63 çıxmalı deyil. Burada 52 çıxır. 53, 60, 52-nin də içində, yəni ən böyüyü 60 olmuş olur. Biraz vaxt aparan, çaşdırıcı sualdır, yəni vaxt aparan sualdır. Amma belə bir tipdə burada verilir. Baxaq görək, indi sonra nədir burada? Görək. Nə deyir burada? Word proqramda tamamilə boş olan mətn sahəsində yeni abzasdan
23 simvolluq mətn daxil edilir. Daha sonra isə enter düyməsi sıxılır və yenidən 20 simvolluq mətn daxil edilir. Kursor mətnin sonuncu simvolundan sonra yerləşdirilir. Və backspace düyməsi 24 dəfə icra olunur. Bu əməliyyatdan sonra sənəddə neçə simvolun qaldığını müəyyən edin. Deməli, 23 simvolluq nəsə tutaq ki, yazılıqdır. Bu 23-ün axırında durur bizim kursorumuz. Sonra enter vurulur. Enter vurulanda təzə sətrə düşür. Və buradan da başlayır, yəni burada 23 dənə yazılır. Buradan da başlayır, yəni 20 dənə də burada yazılır. Burada da 20 dənədir. 20 dənə. Sonra sonuncu yerdə burada dayanır kursor. Və sonra backspace düyməsi deyir 24 dənə sıxılmış olur. Bir məlumatda nəzərinizə çatdırım uşaqlar. Enter vurub təzə sətrə gedəndə bir dənə simvol orada artıq yaranmış olur. Bir dənə simvol artıq yaranmış olur. Neçə dəfə enter düyməsi vurulursa, biz backspace-i vuranda elə bil ki, bir dənə də boşluğu silir, qalxır yuxarı. Ona görə burada 23 dənədir, burada 20 dənədir. Bu bizə eləyir 43. Bir dənə də enter vurduğumuza görə boşluğumuz var. Eləyir 44. Yəni 23 üstə gələk 20, üstə gələk 1 eləyir. Yəni bu bizdə 44. Buradan da deyir 24 dəfə backspace vurulub. 24 dəfə backspace vurulubsa da 24 dənə simvol silinmiş olur. Yəni 44-dən də çıxırıq 24-ü. Bizdə qalır 20. Ona görə də olacaq cavabımız Y variantı. Demək 2 dənə cədvəl verilir. 2 dənə, 3 dənə, hətta 3 dənə cədvəl verilib. Nəzirə Hüseynovanın dərsində iştirak edən şagirdlərin sayını soruşur bizdən. Gəlin baxaq, bunu kəsək, baxaq bu tərəfə. Nəzirə Hüseynovanı yadda saxlayaq. Bu bir cədvəlimiz. Bu da 3-cü cədvəlimiz. Gəlin baxaq görək burada nə deyilir bizə. Nəzirə Hüseynova müəllim kimi, müəllim Nəzirə Hüseynova buradadır deməli. Buradadır Nəzirə Hüseynova. Nəzirə Hüseynovanın dərsində deyir. Kimlər oturur? Yəni onun neçə şagirdi var. Baxaq görək Nəzirə Hüseynovanın kodu ID-si nədir? 1231-dir. Fənnimiz də tarixdir. İnformatikadır. Gələk 1231 axtaraq görək fənlərin içərisində. 1231. Baxın, biri buradadır 1231-in. Biri də buradadır 1231-in. 1231-in kodu 110, 112. Gələk şagird kodu, yəni şagirdin kodu budur. Gələk şagirdin ID-sinin içində həmin kodu axtaraq. 110, 112. Deməli, bu bir Aysudur. Biri də 110, 115, 110, 115. Bir də İbrahimdir. İbrahim Hüseynov. Deməli, yəni 2 dənə şagird iştirak eləmiş olur. Baxmayaraq ki, uzun-uzadı 3 dənə burada cədvəl verilib. Amma yəni çox rahat tapşırıq idi ki, burada cavabımız 2-dir. 2 dənə cəmi şagird iştirak etmiş olur. Sonra gəldik neçənci suala baxırıq. 6-cı suala. Doğru ifadələri deyir, müəyyən edin.
B3, Y7 diapazonunda 12 dənə xana var. Xanaların sayını necə tapırdıq? Xanaların sayını necə tapırdıq? Deməli, sütunların sayını tapırdıq əvvəlcə. Neçə sütunumuz var? Baxaq görək. B, C, Y. 3 dənə sütunumuz var. Sətrin sayını tapanda isə neyinirdik? Axırıncıdan əvvəlincini çıxıb üstünə 1 gəlirdi. Yəni 7-dən 3 çıxıb üstünə 1 gəlirdi. 7-dən 3 çıxırıq 4, üstə 1 gəldik 5. 3-ü vururduq 5-ə, eləyirdi 15. Deməli, burada bu diapazonda 15 dənə xana var. Ona görə birincini götürmürük. Diapazonda olan xanaların daxilindəki məlumatı silmək üçün deletedən istifadə olunur. Bəli, diapazonun içindəki məlumatları silmək üçün deletedən istifadə olunur. 2 düzdür. 3-ə baxırıq. A3, F7 diapazonunda 6 sütun var. Baxaq görək neçə dənə sütun var. A var, B var, C, D, Y, F. Bəli, 6 dənə sütun var. Deməli, bu da düzdür. Bu da düzdür. Gəldik, baxaq 4-cüyə. Qarşıq istinada nümunə olaraq deyir ki, bunu göstərmək olar. Qarşıq istinada nümunə olaraq. Burada bir məqam var. Burada A-dan sonra burada C veribdir. AC sonra kapital 99. Ona görə də bunu götürə bilmərik doğru istinad kimi. Gəldik 5-ə baxırıq. 5-də nədir? Hər hansı xanada birbaşa hesablama aparmaq olmur. Yəni hesablama aparmaq olur əslində demişik. Niyə bərabər işarəsi qoyub istənilən xanada istənilən düsturu yaza bilirik. Ona görə 5-i də götürmürük çünki bizdən düzləri istəyir. Hər hansı xanada riyazi hesablama aparmaq üçün bərabər işarəsi mütləq qoyulmalıdır. Bu da düzdür. 2, 3, 6 doğru olmuş oldu. Belə 17-yə baxaq. 17-yə baxaq. 17 uzundur. Görək bunu hardan yazaq, salışdıraq. Deməli, burada deyir ki, 4 müxtəlif şəhər adı verilibdir. Saatlı, Sabirabad, Şirvan, İmişli. Sonra deyir, aşağıdakı redaktör işləri görülür. Ondan sonra nə olur? Birincidə nə deyir? Şirvan adlı abzas seçilir və klaviaturadan Ctrl-X vurulur. Şirvan seçilir, Ctrl-X vurulur. Yaxşı, baxaq görək onda yerində nə qaldı? Qaldı yerində 1, 2, bir də 4. Yəni 3 getdi də, Şirvan getdi. Sonra gəlirik görək 2-də nə deyir? Kursor saatlı adlı, saatlı da birincidir. Abzası seçilir və yenidən Ctrl-V klavişlər kombinasiyası icra edilir. Bu abzas seçilir saatlı və Ctrl-V vurulur. Bu seçilir, Ctrl-V vurulur. Bu seçilib Ctrl-V vurulursa da onda olacaqdır nə? Saatlı seçildi, Ctrl-V vuruldu. 1, 1. 1, 1, 2, 4 olur. Bir dəqiqə, saatlının əvvəlinə gətirilir. Saatlının əvvəlinə gətirilir. Ctrl-V vurulur. Nəyi kəsmişdik biz? Şirvanı kəsmişdik də, 3-ü kəsmişdik. Onda 3 qalır burada. 3, 1, 2. Bunun əvvəlinə gətirib vurulursa, onda 3-ü əvvələ keçir, bu 1-i keçir bu yana. Sonra 3-ə baxaq, diqqətli olaq burada. İmişli adlı abzas seçilir və yenidən Ctrl-V klavişlər kombinasiyası icra edilir. İndi İmişli seçilir. İmişli hansıdır? 4. 4-cü seçilir və Ctrl-V vurulur. Yaddaşda da nə qalmışdı? Ən axırıncı nəyi seçmişdi, kəsmişdi?
Şirvanı da. Şirvanda 3 idi. Yəni deməli burada imişli seçilir. Saatlı hansını da qaldıq. Birincini elədik, ikincini elədik. İmişli seçilir indi imişli. İmişli dördüncüdür. Bu seçildi və kontrol V vuruldu. Hə, onda 4 də gedir. Bunun yerinə gətiririk yenə də 3'ü qoymuş oluruq Şirvana. Yəni olacaq 3, 1, 2, 3. 3, 1, 2, 3. Yəni 3-cü addımı da yerinə yetirdik. Bunlara plus qoyum qabağına. Ki bilək ki, hansını yerinə yetirmişik. Sonra 4'də nədir? 4'də nədir? Kursor saatlı adlı abzasın əvvəlinə gətirilir. Saatlının. Yəni bax bunun əvvəlinə gətirilir. Və kontrol V vurulur. Kontrol V vurulursa da bizim yaddaşımızda onsuz da 3 qalmışdı da, Şirvan qalmışdı. Bunun əvvəlinə gətirilir, vurulur. Onda olur 3, 3, 1, 2, 3. Sonra Sabirabad adlı seçilir, kontrol C vurulur. Sabirabad da hansı idi? İkinci. Bu da deyir seçilir, kontrol C vurulur. Kontrol C də vurulur, heç nə eləmir də, tərpənmir, yerində də qalmış olur. Ona görə də hansını aldıq axırda? 3, 3, 1, 2, 3, 3, 3, 1, 2, 3. Gedək görək hansı variantdır bu da. 3, 3, 1, 2, 3. Bax, bu da burada görürük ki, nədir? C variantı olmuş olur. Görək, neçədə qaldıq? Neçədə qaldıq? 18-də. 18-də nə deyir bizdə? Deyir ki, verilənlər bazası cədvəlində soyadı A hərfi ilə başlayan, soyadı A ilə başlayan, yaşı 23-dən böyük olmayan, ixtisası riyaziyyat olan müəllimləri müəyyən etmək üçün cədvəldə necə bir sorğu tətbiq ediləcək. Deməli, burada uşaqlar biz orla olanları götürə bilmərik. Çünki bizə demir və ya, məsələn, A hərfi ilə başlasın və ya yaşı 23-dən böyük olsun. Yəni, bu söhbətləri eləmir bizə. Ona görə də hamısının arasında ənd olanları, ancaq əndlə olanları götürməliyik. Gəlin, onda ixtisarla gedək, orları silək görək, orları silsək, bax, bu getdi, bu getdi. İndi gəl baxaq. A hərfi ilə başlayan, soyadı A hərfi ilə başlayan. Deməli, soyadı A hərfi ilə başlayan. Baxaq görək, A variantında soyadı A hərfi ilə başlayır. Sonra nə deyir? Yaşı 23-dən böyük olmayan. Yəni, onda 23-dən kiçik və yaxud da bərabər olanı götürə bilərik. 23-dən böyük olmayan deyirsə. Yəni, bu hissəsi ödədi burada A variantında bizdə. Bu hissədə ödədi. Sonra nə deyir? İxtisasında riyaziyyat olan. İxtisasında riyaziyyat olan, yəni bu da ödədi. Ona görə burada A variantı olur. Gəlin bir D ilə Y-yə də baxaq görək. Soyadı A ilə başlayan, bu hissə düzdür. Ənd, yaş böyükdür 23. Amma bizə deyir ki, 23-dən böyük olmayan. Ona görə də bax, burada bu hissəyə görə götürə bilmərik. İxtisas riyaziyyat, yaş kiçikdir 23. Amma bizə deyir ki, 23-dən böyük olmayan. Yəni, kiçik bərabərlik də lazımdır burada bizə. Ona görə Y variantında götürə bilmərik. Gələk 19-cu sualda görək nə deyir? Yazıların sayını tap. Yazıların sayı biz bilirik ki, sətirlərin sayıdır. Burada yuxarıda aidi yazılan hissəni heç vaxt götürmək olmaz. Onları götürə bilmərik. Çünki onlar sahə adlarıdır. 1, 2, 3, 4, 5, 6, 7. Bu da oldu D variantı. 20-ci suala baxırıq. Verilənlər bazasının kitablar adlı cədvəl strukturunun aşağıdakı fragmenti verilmişdir. Bu sahələrdən hansı kitablar adlı cədvəl üçün başlıca açar ola bilər? Açar ola bilər. Açar biz bilirik ki, elə bir sahəyə daxil etməliyik ki, açarı ora təkrarlanmasın. Onlar da demişik ki, adətən aid ünvanlar, kod ünvanları olmalıdır. Burada baxaq görək, kitabın sıra nömrəsi var, kod. Bir də
kod oxucunun sıra nömrəsi var. Görə indi bunlardan hansı ola bilər? Ad, qiymət, il heç ola bilməz. Baxın uşaqlar, oxucunun sıra nömrəsi təkrarlana bilər. Nəyə görə? Sonra kitabın sıra nömrəsi, tutaq ki, Nizami Gəncəvinin kitabın sırası, kitabxanada kitablar sıralanır da, tutaq ki 15-cidir. Məsələn, istifadəçinin aidisi isə 021-dir. 021 adlı istifadəçi Nizami Gəncəvində kitabını götürə bilər, Mikayıl Müşfiqində kitabını götürə bilər, Füzulinin kitabını da götürə bilər. Və bu oxucu sırası olaraq, nömrəsi təkrarlanır. Amma kitabın sıra nömrəsi isə dəyişir. Ona görə də G variantını götürmüş oluruq. Burada deməli 21-də bizdən nəyi soruşur? Legendanı soruşur. Legenda kitabımızda nəzəriyyədə var idi. Biz bilirik ki, bu 3 hissəsi legenda sayılmış olur. Bu da D variantı. Gəldik 22-ci suala. Doğru olmayanları müəyyən edin. Doğru olmayanları müəyyən edin. Bu suala düzləndirmə. Biz bilirik ki, bu sətirlər arası məsafəni təyin edir. Bu ola bilməz. Sonra olmayanları istəyir. Olmayanları istəyirsə, onda biri götürə bilərik. Sonra bu düsturdur. Pi işarəsi bilir ki, üstündə vuranda düstur gəlirdi. Sonra simvolun rəngini dəyişmək üçün rəhli A hərfi idi. Bu isə ölçüsünü dəyişməkdir. Ona görə bunu da götürürük. 4-cü cədvəldir, bu düzdür. 5-ci isə fiqurlar da bilirik ki, burada bu şəkilləri gətirir, fiqurları yox. Fiqurları gətirən başqa bir şeydə düyməsi var, odur. Ona görə də 1, 3, 5 A variantını götürmüş oldu. Elektron cədvəl fraqmentində D xanasının hansı tam ədəd yazılmalıdır ki, D2 xanasının qiyməti 75 olsun. 75 yox, 57 olsun. D3-ə C3 xanası hansı tam ədəd yazılmalıdır ki, bura X-dir, bilmirik. D2-nin qiyməti 57 olsun. Gəl onda bunları hesablayaq, görək bu bizə nə verir. B2 C3-ün cəmi üstə gələk 5. B2 C3 B2. Bunu götürürük. C2, C3. Bunları toplayırıq, üstə də 5-i gəlirik. Bu bizə verəcək 29, üstə gələk 5, 34, üstə də 5 gəldi, 39, üstə gələk X. Bu isə verdi bizə 39 plus X. Burada 2 vuraq, D1. D1'imiz budur da, olacaq onda 39 plus X. Çıxaq. C2, C4 sam. C2, C4 cəmləsək. 22-nin üstə 5 gəlir. 27, 27-nin üstə gələk X. 27 üstə gələk X. Çıxaq 4. Yəni bu hissə bizə verir 57-ni. Onu da tənlik kimi tapa bilərik məncə. Yəni bu eləyəcək 2 vuraq 39. Elədi neçə? 78. Plus 2x çıxaq. Burada çıxaq 27. Bu mütərs olmalıdır. Çıxaq 27. 27. Çıxaq x. Çıxaq 4 bərabərdir 57. Deməli 78-dən 27 çıxdıq. Ondan da çıxırıq 31. 78-dən 31 çıxırıq 47. Qalır burada 47. 2x-dən də x çıxırıq. Çıxaq x bərabərdir 57. X də bərabərdir burada ona nəsə işarə səhv elədim.
Mənfi 10-a. Mənfi x bərabərdir mənfi 10-a. Hər tərəfdə mənfiyə vursaq x də bərabərdir 10-a. Yəni bunun cavabı 10 eləmiş oldu. Sonra gəldik 24-də. 24-də görək nə deyir bizə. Gəlin 24-ü kəsək kənarda baxaq. Diaqramda, Excel diaqramda. Gəlin burada bir baxaq yerinə qoyaq. Bizdən B1-i soruşur. Görək B1-imiz nə, neçə tapırıq. A2-də axtaraq görək. A2 bərabərdir. B1 bilmirik neçədir. B1 üstə gələk. A1-imiz 3-dür. 3 çıxaq 2. Burada bərabərdir. B1 üstə gələk. 1. B2 bərabərdir. B1 yenə bilmirik neçədir. X də yaza bilərdik onun yerinə. Çıxaq. 2 vuraq. C1. C1-i də yenə bilmirik neçədir. C1 də buradadır. B1 çıxaq 4 yazırım onun yerinə. B1 çıxaq 4. Bunu da açsaq, olacaqdır. B1 çıxaq 2. B1 üstə gələk 8. Üstə gələk 8. İki vuraq. Deməli, B1 çıxaq 2 vuraq. B1 çıxaq 4. Bu da bizə verəcək nə? C2-yə baxaq görək. C2-də nə alınır? B1 üstə gələk B2. B1 üstə gələk B2. B2-miz də B2 də buydu da mənfi bir deyək də burada B1-dir. X yazdım burada. B1 çıxaq B1 üstə gələk 8 bölək 2 çıxaq 1. Bunlar B1-lər getdi. 8-i 2-yə böldük 4. 4-dən də 1 çıxdıq, elədi 3. Deməli C2-miz 3-dür. Biz bunu lap bildiyimiz o qayda ilə baxsaq, o gözlə baxsaq, bunu desək A2, buna desək B2, bunu desək C2. Buradan diaqramdan görürük ki, iki tərəf bir-birinə bərabərdir və ikisinin cəmi də üçüncüyə bərabərdir. İkisinin cəmi üçüncüyə bərabər olduğuna görə baxaq görək burada nə edə bilərik. A2-miz 50%dir. C2-miz 3-dür. 3-dürsə də, 25%dirsə də onda A2-miz 6 olmuş olur. Deməli, onda B1 5-dir ki, B1 5-dir ki, üstünə də 1 gələndə 6 eləyir. Yəni, B1-in yerinə burada 5 yazsaq, 5 üstə gələk 1 bərabərdir 6. Burada da doğrudan da B1-in yerinə mənfi B1-dir. Mənfi B1 aldıq burada. Mənfi 5 plus 8 yazsaq bərabər eləyir 3-ə. Yəni bu da 3, bu da 3, iki tərəfi üçüncü tərəfə bərabərdir. Amma burada iki rəqəmi də ödəyir. Burada bu misalda açıq veriblər. Yəni burada tapşırıqda biraz düşünürəm ki, səhvlik var. Tam qiyməti yox, ən kiçik ya da ən böyük qiymətini yazmalıdırlar. Çünki burada həm 5 ədədi ödəyir, həm 2 ədədi ödəyir. Burada indi gəlin heç o qayda ilə getməyək. Bu dediyimiz, bildiyimiz qayda ilə getməyək. İki tərəfin cəmini üçüncü tərəfə bərabər götürək, görək nə alınır.
Buradan baxarıq görək. Hansının ikisinin cəmini üçüncü tərəfə bərabər götürə bilərik. Yəni, burada B1 plus 1 götürək burada plus 3'ü bərabərdir. Mənfi B1 plus 8. Görək neyinirik? Mənfi B1'i bu tərəfə keçirsək, eləyir 2B1. Burada 4'dür. 4 o tərəfə keçirsək, eləyir 4. B1 ilə bərabərdir 2'yə. Yəni, burada 2 rəqəmi də ödəyir. 5 rəqəmi də ödəyir. Və sadəcə deməyiblər ki, ən kiçik və yaxud da ən böyük. Ən kiçik desəydilər 2'ni, ən böyük də desəydilər 5-0 burada cavab. Sonra gəldi növbəti misala baxaq. Bu da qəşəng sualdır. Yəni, burada kənara aparaq, kənarda baxaq görək. Demək, elektron cədvəldə sam B2, B4 düsturunun qiyməti deyir 20'yə bərabərdir. Sam biz bilirik ki, cəmləmək deməkdir. Yəni, B2 üstə gələk B4, B3 üstə gələk B4 bərabərdir 20. Sonra, əgər deyir B1, B4 diapazondakı ədədlərin ədədi ortası 6'ya bərabər olarsa, B1 xanasının qiymətini tapın. Ədədi orta deyəndə bilirik ki, cəminin sayına olan nisbəti başa düşülür. Yəni, burada B1 plus B2 plus B3 plus B4 bölək 4'ə, bu da bərabərdir 6'ya. Buradan 6'nı 4'ə vurarıq. B1 plus B2 plus B3 plus B4 bərabərdir 24'ə. B2, B3, B4'ün cəmi də biz bilirik ki, bax, bu yuxarıdakına əsasən bizə 20 verir. 20 verirsə də onda B1 plus 20 bərabərdir 24 deyə bilərik. Buradan da B1'imizlə bərabər olur 4'ə. Cavabımız olur 4. Görək, 2 dənə yeni böyük cədvəlimiz var. Gəlin, bunları da kəsək götürək, baxaq. 2 bacının doğum illəri arasındakı minimum yaş fərqini deyir, tapın. 2 bacının. Əvvəlcə gəlin buradan bacıları tapaq. Bacıları tapaq görək hansılardır. 2 bacının, bu bir də cümləni oxuyaq görək yuxarıda nə deyilirdi. 2 bacının doğum illəri arasında. Deməli, onda valideyni tapmalıyıq. Valideynin uşaqlarını tapmalıyıq ki, görək bacılar hansılardır. Baxın, burada nə görürük? 240 görürük, valideyndir. 240'da bir də görürük 365 uşaqdır. Mən uşağın biri 325'dir. Biri də 356'dır. Gəlin hələ görək, bunlar bacılar axtarırıq qadına. Qadındılarmı? 325. 325. Hə, bax, bu qadındır. 325. Bir də 356. 356 yox, bu kişidir. Görək, onda 240'dan ayrı varmı? 240'dan yoxdur. Başqa yoxdur. Gəlin 261'i yoxlayaq onda.
161'ə baxaq görək. %61'ə baxsaq görərik. Biri 325'dir, biri yenə də 356'dır. Bunlar bacı qardaşdılar. Bunların uşaqları olmadı. İndi gəl görək bu 325'in də uşaqları var. 325'in uşağının biri 517'dir, biri 427'dir. 517 ilə 427'ni axtaraq. 427 də kişidir. 517 qadındır. Bu da olmadı. 356'da 625, 630. 625, 630, hə. Bura baxaq. Deməli, 625, 630. 356'da. Bax, biri budur, biri budur. Gəlin bu aşağıda baxaq. Sonra yanılmayaq. 367'ninki 625'dir. Bir də 630'dur. 625, 630. Hə də elə bunlardır. Sonra 625 ilə 625 ilə görək. 625'in uşaqları hansıdır? 943, 962. 943, 962'də baxın bunlardır. Bunlar da kişidir. Bunları götürmürük. 427'nin uşaqları 743, 854. 743, 743, biri budur. Bir də 854 iş yoxdur burada cədvəldə. 854 deyə bir kod yoxdur. Ona görə onu götürmürük. Ona görə onu götürmürük. Elə bu oldu. Bax, biri budur bacının. Biri də budur. Biri də budur. Bunların doğum ili arasındakı yaş fərqi də 1979'dan 1976'ını çıxırıq. Qalır burada 3. Deməli 3 yaş fərqləri var. Sonra 27'yə baxırıq. Uyğunluqda 27'də. Nə deyir burada? Bizə bunu veribdir. Seçilmiş mətni mərkəzə düzləndirir. Yəni bu deyil. Sonra nömrələnmiş siyahı yaradır. Nömrələnmiş siyahı 2-dədir. Baxın, bu nömrələnmiş siyahıda 2B olur. Seçilmiş mətni kursiv yazır. Bu C olur. Seçilmiş mətni tam hər iki tərəfə düzləndirir. Bax, bu da D olur. 1D, 2B, 3C olmuş olur. Sonra gəldik. Görək, açıqlara da baxaq, görək nə deyir. Deyir, B2 xanasına hansı düstur daxil edilərsə, edilib. Və bu düstur B2 F2 köçürülübdür və belə bir ədədlər alınıbdır. Yəni, deyir, B2-yə nə yazılsa, belə bir şey alınır. Baxın, burada A verilibdir, B1-də 4 verilibdir. Görürsünüz, burada 22 alınıbdır. Bir də məntiqlə fikirləşək görək, bu 22-yi nətər alarıq. 6-nı 4-ə vurarıq, çıxarıq 2-ni 22 almış olarıq da. Deməli, onda bura nə yaza bilərik? B2-yə. B2 yazıla bilər. A2, bu 6. Yəni, A2 vuraq B1. Çıxaq 2. B1 çıxaq 2. Yəni, bunu yazsaq, burada 22-ni almış olarıq. İndi gəlin görək, bəs 86 nətər alınıbdır? 86 da deməli, 22 4-ə vurulub, 2 çıxıbdır da, çıxılıb oradan. Orada 86 alınıbdır. Deməli, burada B1 dəyişməyən ünvan olacaqdır. B1 dəyişməyən ünvan olacaq ki, hər dəfə B1-ə 86-nı sonra 4-ə vurub 2 çıxanda 342 alınır burada. B1-in qabağına ona görə də kapital işarəsi qoyulacaq. Kapital işarəsi qoyulacaq ki, bu yəni dəyişməyən ünvan olaraq qalsın orada.
Sonra keçək 29-cu misala. 29-da da yəni bir nəsə vurma cədvəlinə oxşar bir şeydir. Qoy görək burada nə deyir. Burada da yeni hansı bir B2 xanasına düstur daxil edilməlidir ki, belə bir cədvəl alınmış olsun. B2-yə. B2-yə görək nə daxil edilməlidir ki, belə bir cədvəl olsun. Burada bax. A2-ni A2 burada 1, 2, 3, 4, 5 alınıbdır da. 1, 2, 3, 4, 5, sonra 1, 2, 5, 10, 17, 26. Bunu nətər edə bilərik? A2-ni vurublar A2-yə, 1-i vurub 1-ə, üstünə bunu gəlib. Sonra aşağı düşəsi olsaq, A3, 2-ni vursaq 2-yə, üstünə bunu gəlsək, bu dəyişməyən ünvan olsa, 2 eləyir. 3-ü vursaq 3-ə, 9, üstə 1-i gəlsək 10 eləyir. 4-ü vursaq 4-ə, üstünə 1 gəlsək 17 eləyər. Onda burada nə yazarıq? Burada yazarıq. A2-ni də, A-nı da tərpətməyək də yerindən. A2, vuraq A2, kapital da var bunun. Bir də dedik ki, B-də nələr dəyişmir? Bu 1 dəyişmir. Hər dəfə bu 1 üstünə gəlirik. Deməli, B kapital 1 olmuş olar. Gəldik sonuncu misala da baxaq. Sonuncu yenə bizim akses sualımızdır. Deyir, belə bir cədvəl verilibdir. Sonra deyir, hər hansı bir sorğu buna tətbiq olunandan sonra belə bir şey alınıbdır. Burada deyir, sorğu nə vermək olar ki, burada bu cədvəldən bağlansın. Baxan kimi burada görürük ki, soyadlar M ilə başlayıbdır. M ilə başlayan soyadlar qalıb. Baxın, burada soyadların içində Qədimova, Quliyeva, Feyziyeva var. Bunları burada görmürük. Ona görə deyə bilərikmi ki, burada soyadlar M ilə başlayıbdır. Soyad bərabərdir. Yəni, M, bölündə ulduz yazarıq ki, M ilə başlayıbdır. Bəs indi adların hamısı götürülməyib. Görək, niyə götürülməyib, nəyə görə götürülməyibdir adlar? Ada görəmi tənzimlənib, maaşa görəmi? Maaşa baxsaq görərik ki, 660 da var, 236 da var. Yəni, nə böyükdən kiçiyədir, nə kiçikdən böyüyədir. Orada oralıq bir şey yoxdur. Adı, yaxşı. Biz soyadı M ilə götürmüş olsaq, burada baxın, M ilə Məmmədova, Mikailova, Məmmədova var, Mikailova var, Məhərrəmli var, Məlikov var, Muradova var, Miriyeva var. Amma bizə burada 4 dənə cəmi soyad çıxıbdır. İndi adlara baxsaq buradan Sevgidir, İpəkdir, Aydandır, Anardır, Lalədir, Aytəndir. Bu adlardan görək hansıları görürük burada. Sevgini görürük, İpək, Anar, Lalə. Sevgi, İpək, yəni bunu görürük, bunu görürük. Sonra Anarı görürük, bir də Laləni görürük. Hansılar qaldı burada kənarda, hansılar yoxdur? Hansılar yoxdur? Deməli, Aydan yoxdur, bir də Aytən yoxdur. Aydan, Aytən. Bunların da hər ikisinin axırını ilə qutarır. A ilə götürsək, burada Anarı götürüb axı çıxardıqda, ona görə adı A hərfindən başlayanlar deyənmərik. Yəni, burada axırını ilə qutarmayanları götürə bilərik bir də. Axırını ilə qutarmayanları. Axırını ilə bitməyənlərdə nətər qayda olaraq, şərt olaraq verərik.
And not verə bilərik. And not ad başlasın. Deməli, ulduz n-lə. Ad başlasın, ulduz n-lə. Bitsin daha doğrusu. Yəni, adını ilə qutaranları götürməyək. Yerdə qalan adları götürək.